hörmətli şairimizin demək olar ki, şeirlərinin əksəriyyəti çox sadə xalq dilində və çox qeyd elədi. Şair qardaşımın yazılmış şeirlərdir və demək olar ki, aşıq şeirlərdir. Ona görə də bizim aşıqlar sevə-sevə onun şeirlərini oxuyur, onun şeirlərini demək xalq içində yayırlar. Bugün bizim istedadlı xanım aşığımız, Azərbaycan Aşıqlar Birliyinin və Aşıq Pəri Məclisinin üzvü Sayat xanım çıxış eləyəcək. Alqışlayaq.